Paşinyan çubuqları bir-birinə çırpır və təbildə ifa etməyə başlayır. Onu belə görmüşdünüz. Ermənistanın baş naziri öz şeirinə yazılmış yeni mahnını ifa edir. Onun bu şeiri Real Ermənistan, Ermənistan Respublikası adlanır. Paşinyan bu mahnını Hakim Vətəndaş Müqaviləsi Partiyasının yığıncağında ifa edib. Onun bu şeiri vətənə məhəbbətdən bəhs edir. Və həyatın sənin gərək əbədiləşsin, sevgimizin mənbəyi, ümidimizin istinadgahı, xoşbəxtlikdir son evin sənin, qədim vətənimiz bizim əbədi. Şeirin bir bəndində belə deyilir. Paşinyan bildirib ki, zərb alətini ona xanımı Anna ad günündə hədiyyə edib. O da qısa bir müddətdə bu alətdə ifa etməyi öyrənib. Mahnının bəstəkarı isə gənclərdən ibarət Kamançı adlı qrupun bəstəkarıdır. Paşinyan partiyasının toplantısında rəqs də edib.